Salam əziz şagirdlər, bugün iri molekullu birləşmələr mövzusunda 17-ci sualdan sonuncu suala qədər baxacağıq. 17-ci sualda kapron lifi. Kapron lifinin formulu NH, CH2-dən 5 dəfə CO şəklindədir. Demək, sp2 hibrid orbitalların sayı 3600 olanda polimerləşmə dərəcəsi x-dir. Burada sp2 hibrid orbitalı bir dənə bu karbonumuz sp2 halındadır. Yəni 3 vururuq n-ə. 3n olanda polimerləşmə dərəcəsi n-dir. X də bərabər olacaq 1200. 17-də D variantı. 18. İri molekullu birləşmələri üçün ümumi olan nədir? Birincisi polimetil metakrilatdır, ikincisi butadiyen kauçukudur, üçüncüsü isə teflondur. Sintetik maddələrdir, bəli, hər üçü sintetik maddədir. Kauçuklara aiddir. Kauçuk olan bir dənə ikincisi butadiyen kauçukudur. Demək, polimerləşmə reaksiyası da alınır. Bunların hər üçü polimerləşmə reaksiyası da alınır. 18-də olacaq 1-3D variantı. 19. Naylon lifi heksametilin diaminlə adipen turşusunun qarşılıqlı təsirindən alınır. Heksametilin, diamin və adipen turşusu. CH2-dən 4 dəfə. Demək, makromolekulunda karbonların sayı 4800 olanda sp2 hibrid orbitalların sayı x-dir. Makromolekulda nə qədər karbon atomu var? 6 dənə burada, 7, üstünə 4, 11, 12 dənə. 12n-ə də vururuq. 12n olanda sp2 hibrid orbitalların sayı, yalnız bu karbonlar sp2 vəziyyətdədir. Bu da 3, 3, 6, 6n. Buradan da x bərabərdir. 4800 vurulsun 6n bölünsün 12n. Edəcək 2400. C variantı 19-da. 20. Hansı maddənin makromolekulunda olan bütün karbon atomları sp3 hibridləşmə halındadır? Üzvi şüşə. Üzvi şüşəni yazaq. Üzvi şüşə yəni polimetil metakrilatdır. CH3 COO CH3. Burada bütün karbon atomları sp3 vəziyyətdə deyil. Yəni buradakı karbonumuz sp2 halında olur. Ona görə bunu götürmürük. Təbii kauçuk. Yəni izopren kauçuk. Bu formada yazırıq. Burada da bütün karbonlar sp3 deyil. Yalnız bu 3 karbon sp3 halındadır. C variantı lafsan. Lafsan tereftal turşusu ilə etilen glikol. O, CH2, CH2, O, N dəfə. Burada da bu 8 dənə karbonumuz sp2'dir. Bir dənə yalnız bunlar sp3'dür. Burada da bütün karbonlar sp3 olmadı. Fenol formal nişasta. Nişastada bütün karbonlar sp3 hibridləşmə halında olur. 20-də D'dir. Fenol formaldehid qatranındadır. Yəni orada benzol həlqəsi olduğu üçün buradan CH2, buradan OH. Yəni burada karbonlar bir dənə bu sp3'dür. Qalanlar sp2 vəziyyətindədir. Ona görə 20-də olacaq D variantı. 21. Demək, bu polietilenin polimerləşməsi reaksiyasıdır. Reaksiyada dəyişən nədir? Karbonun valent bucağı. Valent bucağı dəyişir. Çünki birincidə sp2 halındadır. Bucaq sp2 vəziyyətdə olacaq 120 dərəcə. sp3'ə keçəndə isə 109 dərəcə 28 dəqiqə olur. Yəni bucaq dəyişir. Karbon oksidləşmə dərəcəsi. Karbon oksidləşmə dərəcəsinə baxsaq, birinci CH2, CH2. Burada karbonu x yazaq, hidrogen müsbət 1'dir. X plus 2 bərabərdir 0, x bərabər olur -2. Eyni qayda üzrə burada da baxsaq. Yenə buna x dedik, bu müsbət 1'dir. X plus 2 bərabərdir 0, x bərabərdir -2. Karbonun oksidləşmə dərəcəsi dəyişmədi. Qeyri-hibrid orbitalların sayı isə dəyişir. Burada qeyri-hibrid nə qədərdir? Hidrogenlərin sayı 4. Bir də burada karbon sp2'dir. Bunun sp3'ə çatmaq üçün bir dənəsi çatışmır. Yəni qeyri-hibrid vəziyyətdədir. Bunun da həmçinin sp3'ə çatmaq üçün bir dənəsi çatışmır. Qeyri-hibrid vəziyyətdədir. Bir də ki, qeyri-hibrid orbital hibriddən kənar 1s2, 2s1, 2p3 yazdıq. Buradakı bu orbitalımız da 1s2'dəki bir dənə orbitalımız da hibriddən kənarda qalır. Hərəsində bir dənə. Bu da gəlir üstünə 2. Bu edəcək 8. Burada isə qeyri-hibrid orbital sayı CH2, CH2'də
Bunların hidrogenlərin sayı 4 dənə. Burada artıq sp3 vəziyyətdədir. Karbonlar tam hibridləşib, amma yenə bu 1s-dəki orbital qeyri-hibriddir. 1 dənə, hərəsinə 1 dənə eləyəcək 2, 4-ə gəlir 2, 6. Qeyri-hibrid orbital 8 idi, polimerləşəndən sonra olub 6, yəni dəyişibdir. Ona görə 21-də olacaq 1, 3, Y variantı. 22. Poliizopren. Poliizopreni yazırıq belə. Burası CH3. Burada 2 qat rabitə bu formada yazırıq. Demək, makromolekулunda karbon atomlarının sp3 hibrid orbitallarının sayı A-dır. Makromolekулunda karbon atomlarının sp2 hibrid orbitallarının sayı B-dir. Biz B-ni müəyyən etməliyik. İlk olaraq A-nı tapaq. Yəni makromolekulda sp3 hibrid orbitalların sayı nə qədərdir? Bu sp3-dür. sp2, sp2, sp3, sp3. sp3 hibrid orbital sayı 4, 8, 12, 12N, N-ə də vururuq. sp2 hibrid orbitalların sayı da 3, 3, 6, 6N. İndi biz A-nın qiymətini əsasən B-ni necə taparıq? 12-ni biz 0,5-ə vursaq eləyəcək 6N. 22-də olur A variantı. 23. Hansı iri molekullu birləşmə polikondensləşmə reaksiyasının məhsuludur? Birincisi, bu polivinil bu xlorpren kauçukudur. Bu polimerləşmə məhsuludur. B-dəki poliizoprendir. Bu da polimerləşmə məhsuludur. C-də polistrol polimerləşmə məhsuludur. D-də isə bu kapron lifidir. Bu isə polikondensləşmə məhsuludur. 23-də olur D variantı. 24. Təbii kauçuk polimerləşmə dərəcəsi A. X, Y, Z-i tapıb uyğunluğu müəyyən etməliyik. Demək, təbii kauçuku yazırıq belə. Təbii kauçuk. Daha doğrusu burada 2 qat yoxdur. CH3. Belə bu formada yazdıq. Burada polimerləşmə dərəcəsi A olanda karbon atomlarının sp3 hibrid orbitalların sayı X-dir. İndi bunun polimerləşmə dərəcəsi N-dir. N olanda sp3 hibrid orbitalların sayı nə qədərdir? Buradakı bu karbonlarımız yalnız sp3-dür. Qalanlar sp2-dir. Nə qədər sp3 var? 4, 4, 4. 12 dənə. Vururuq da N-ə 12. Buradan X nəyə bərabərdir? 12. 12A-ya. Sonra baxırıq nəyə? Xlorpren kauçuku. Xlorpren kauçukunu da belə yazırıq. Xlorpren. Burada xlor yazırıq. Burada 2 qat rabitə. Belə. Demək. Burada da polimerləşmə dərəcəsi A olanda sp3 hibrid orbitalların sayı Y-dir. Polimerləşmə dərəcəmiz N-dir. O zaman sp3 hibrid orbitalların sayı bu karbonumuz və bu karbonumuz sp3-dür. Bu ikisi sp2-dir. Bunlara baxmıram. 4, 4, 8, N-ə də vuram 8N. Y bərabərdir 8A-ya. Sonra butadiyen kauçuku. Butadiyen kauçuku. Polimerləşmə dərəcəsi A olanda sp3 hibrid orbital sayı Z. Polimerləşmə dərəcəsi N olanda sp3'lərimiz yalnız bu ikisidir. 4, 4, 8, N-ə də vururuq 8N. Z bərabərdir 8A. İndi uyğunluğu müəyyən eləməliyik. X, Y, Z-i tapdıq. Demək, görürük ki, Y-lə Z bərabərdir. X onlardan böyükdür. Onda biz 8-i 1,5-ə vursaq eləyir 12. Yəni 12A bərabərdir. 12A nədir? X. Yəni X bərabərdir. 8A-nı 1,5-ə vursaq, yəni Y-i 1,5-ə vursaq, bir də Z də 8A-dır. Onu da 1,5-ə vursaq, edəcək bu X-in qiymətini. Yəni X bərabərdir 12A bərabərdir. 1,5-i də 8A-ya vursaq 12A eləyir. 1,5-i yenə burada 8A-ya vurduq 12A eləyir. Yəni bu asıllığı alırıq. 24-də olur D variantı. 25. Enant lifinin monomerini müəyyən edin. Enant lifinin monomeri olacaq. Birinci tereftal turşusudur, bu olmaz. İkincisi, bəli, bu olacaq. 25-də B. Yəni 7 amin heptan turşusu olur. 26. Əsas zəncirində oksigen atomu olan iri molekullu birləşmələri müəyyən edin.
Demək, əsas zəncirində oksigen atomu olan iri molekulu birləşmələr, məsələn, selüloza, lafsan, nişasta, poliformaldehid, polietilen oksid, bunlar əsas zəncirində oksigen atomu olan birləşmələrdir və bu dediklərimizdən burada var lafsan, kapronla naylon yox, nişastada həmçinin əsas zəncirində oksigen atomu var. 1,4. 27. Termoplastik polimerləri göstərin. Polietilendir, poliestiroldur, həmçinin polivinil xloriddir. Bunlar termoplastikdir. Fenal formaldehid isə yox. 28. Demək, X maddəsi üçün doğru olan ifadələr. Polimerləşib bunu əmələ gətirib. Demək, X maddəsi bu alınan polimerimiz butadiyen kauçukudur. Yəni divinildir. Butadiyen 1,3-dür. Yəni C4H6-dır. Bunun üçün doğru olan ifadələr. 1 mol, 2 mol hidrogen birləşərək tam doymuş hala keçir. Bəli, düzdür. Bu zaman C4H10 əmələ gətirir. 1 doğrudur. Sonra doymuş maddədir, xeyr. Bu molekulunda 2 qat rabitə varsa, yəni pi rabitəsi varsa, bu doymuş yox, doymamışdır. 2 yanlışdır. Molekulunda 2 pi rabitə var. Pi rabitələrimiz biri budur, biri budur. 3 doğrudur. Buten 2'dir, xeyr. Bu butadiyen 1,3'dür. Sonra bromu suyu rəngsizləşdirir, bəli. İzoprendirmi, xeyr. Cavab oldu 1,3,5. 29. Üzvi şüşə, lafsan, kapron. Alındığı monomer. Baxaq. Üzvi şüşəninki olacaq nə? Demək, alındığı monomer metil metakrilat. Lafsanda etilen glikolla tereftal turşusu. A-Y. Kapronda isə olacaq 6 amin heksan turşusu. D. 1B, 2A-Y, 3D. Sonra 30-cu sual. Poliamid efiri və poliefir efiri. Poliefir olan lafsan olur. Qalan məsələn bu neylondur, kaprondur, sonra enant lifləridir. Bunlar da poliamid, yəni viskoz bunların heç birinə aid deyil. Bir də olacaq ABD, 2-də isə C. Demək, iri molekul birləşmələr mövzusundan da bütün suallara baxdıq. Ümid edirəm suallar sizə aydın oldu. Qaranlıq məqam qalmış olarsa, rəylərdə suallarınızı ünvanlaya bilərsiniz. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşərik.